Salam. Heç başınıza gəlibmi ki, bir fikri izah etməyə çalışırsınız, amma qarşınızdakı insan sanki tamamilə başqa bir dildə danışır? Bilirəm, bu hamımıza tanış bir histir. Bax, bugün biz ünsiyyətin bu gizli qaydalarını açan və münasibətlərimizi həqiqətən də dəyişə biləcək bir şeydən danışacağıq. Neyrolingvistik proqramlaşdırma, yəni qısaca NLP. Hə, hamımız bu vəziyyətdən üzləşmişik, elə deyilmi? İstər bir söhbətə başlamaq olsun, istər vacib bir məsələni müzakirə etmək, ya da sadəcə kiminləsə ortaq dil tapmaq, bəzən o ilk addını atmaq, o ilk cümləni qurmaq ən böyük maneəyə çevrilir. Elə məhz bu nöqtədə gəlin bir dayanaq və aydınlaşdıraq. Biz effektiv ünsiyyət deyəndə nəyi nəzərdə tuturuq? Çünki bu, sadəcə ağzımızdan çıxan sözlərdən qat-qat artıq bir şeydir. Bu bənzətmə əslində vəziyyəti çox gözəl izah edir. Düşünün, ünsiyyət su kimidir, həyat üçün vacibdir. Amma hər gün istifadə etdiyimiz üçün bəzən onun nə qədər qiymətli və həssas olduğunu unuduruq. Nə vaxt ki, axın dayanır, yəni münasibətlər pozulur, anlaşılmazlıqlar yaranır, bax o zaman onun yoxluğunu dərindən hiss edirik. Deməli, əsas məqam budur. Söhbət sizin nə dediyinizdən daha çox qarşı tərəfin nə anladığından gedir. Əgər göndərdiyiniz mesaj sizin beyninizdəki məna ilə qarşı tərəfin beynində eyni şəkildə canlanırsa, bax o zaman effektiv ünsiyyətə nail olmusunuz. Məqsəd sözlərin sadəcə deyilməsi yox, hədəfinə dəqiq çatmasıdır. Yaxşı, bəs bu axın niyə dayanır? Niyə bəzən anlaşılmırıq? Ən böyük səbəblərdən biri çox vaxt fərqində olmadığımız bir şeydir. Yanlış ünsiyyət kanalını seçmək. Təsəvvür edin ki, həssas bir mövzunu, məsələn, iş yoldaşınıza bir rəy bildirməyi, üz-üzə danışmaq əvəzinə ümumi qrup çatında qısa bir mesajla həll etməyə çalışırsınız. Nəticə, tam bir fəlakət. Məqsədiniz nə qədər yaxşı olsa da, yanlış kanal bütün mənzərəni korlaya bilər. Bəli, anlaşılmazlıqlar real bir problemdir. Bəs bunun həlli varmı? Əlbəttə. İndi gəlin o güclü alətlər dəsti ilə tanış olaq. Neyrolingvistik proqramlaşdırma, yəni NLP. NLP'nin əsas ideyası əslində dahiyanə dərəcədə sadədir. O, bu insan bunu necə bu qədər yaxşı bacarır sualını verir. Yəni, öz sahəsində istər idman, istər biznes, istərsə də ünsiyyət olsun, mükəmməl olan insanları araşdırır. Onların düşüncə tərzini, davranışlarını, dil istifadəsini öyrənir və bu uğur strategiyalarını hər kəsin tətbiq edə biləcəyi praktik alətlərə çevirir. Gəlin bu biraz qorxuducu görünən terminin hissələrinə baxaq. Neyro. Bu bizim dünyanın necə qavradığımızla bağlıdır. Gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimiz, bütün bu məlumatlar beynimizdə necə emal olunur və bizə bir təcrübə yaşadır, məsələnin beyinlə bağlı olan hissəsi budur. Sonra gəlir lingvistik. Bu isə həmin o təcrübələri, düşüncələri ifadə etmək üçün istifadə etdiyimiz dildir, yəni sözlərdir. Dil sadəcə danışmaq üçün bir vasitə deyil, həm də dünyanı anlama və düşüncələrimizi formalaşdırma usulumuzdur. Və nəhayət proqramlaşdırma. Bu bizim vərdişlərimiz, avtomatik reaksiyalarımız, təkrarlanan davranışlarımızdır. Sanki beynimizdə işləyən kiçik proqramlar kimidir. NLP bizə bu proqramları anlamağa və əgər bizə xidmət etmirsə, onları yenidən yazmağa kömək edir. İndi isə gəldik məsələnin bəlkə də ən heyrətamiz, ən vacib hissəsinə. Hazır olun, çünki bu fikir dünya görüşünüzü biraz sarsıda bilər. Biz reallığı birbaşa yaşamırıq. Necə yəni? Bax, bu cümlə NLP-nin təməl daşıdır. Yəni, ətrafda baş verən hadisə bir şeydir, bizim o hadisəni beynimizdə necə canlandırdığımız isə tamamilə başqa bir şey. Hər birimizin dünyanı qavraması fərqlidir. Çünki hər birimizin özünə məxsus bir daxili xəritəsi var. Biz hadisənin özünə deyil, məhz bu xəritəyə reaksiya veririk. Bu proses təxminən belə işləyir. Birincisi, ətraf aləmdə bir hadisə baş verir. İkincisi, bu məlumat, gördüklərimiz, eşitdiklərimiz bizim şəxsi zehni filtrlərimizdən süzülür. Və yalnız bundan sonra, üçüncüsü, beynimizdə o hadisə haqqında bir daxili təsəvvür, bir fikir və ya bir hiss yaranır. Bəs bu filtrlər nədir axı? NLP-yə görə 3 əsas mexanizm var. Birincisi, silmək. Beynimiz hər saniyə o qədər çox məlumat alır ki, onların çoxunu sadəcə görməzdən gəlməyə məcburdur. İkincisi, təhrif etmək. Yəni məlumatı öz inanclarımıza, gözləntilərimizə uyğun şəkildə dəyişdirmək. Məsələn, müdürünüz yaxşı işdir deyir, siz isə bunu amma daha da yaxşı ola bilərdi kimi yozursunuz. Üçüncüsü isə ümumiləşdirməkdir. Bu, bir dəfə baş verən hadisədən qlobal nəticə çıxarmaqdır. Məsələn, bir dəfə təqdimatda həyəcanlanıb, mən heç vaxt yaxşı natiq olmayacam qənaətinə gəlmək kimi. Yaxşı, bütün bu nəzəriyyət çox maraqlıdır.
Bəs bu bilikləri gündəlik həyatda ünsiyyətimizi yaxşılaşdırmaq üçün necə istifadə edə bilərik? Gəlin indi bir neçə praktik alətə nəzər salaq. Diqqət etmisinizmi? İnsanlar dünyanı fərqli duyğu kanalları ilə daha çox qavrayırlar. Bəziləri daha çox vizualdır, gördüklərinə inanır. Bəziləri auditor, yəni səslərə, tona daha həssasdır. Digərləri isə kinestetikdir, yəni hisslərə, toxunuşa önəm verir. Bu, onların danışığında da özünü göstərir. Əgər qarşınızdakı insanın hansı dildə danışdığını tuta bilsəniz və öz ifadələrinizi ona uyğunlaşdırsanız, mesajınızın hədəfə çatma ehtimalı qat-qat artar. Amma təbii ki, hər şey sözlə bitmir. Əslində, ünsiyyətin böyük bir hissəsi heç sözlərlə bağlı deyil. Səs tonunuz, üz ifadəniz, jestləriniz, duruşunuz, bütün bunlar birlikdə bir mesaj ötürür. Bəzən ağzınız hər şey yaxşıdır desə də, bədən diliniz fəlakət deyə qışdıra bilər. Bu siqnalları oxumaq və öz siqnallarımızı idarə etmək effektiv ünsiyyətin açarıdır. Bütün bu alətlər, yəni insanların dilini anlamaq, bədən dilini oxumaq, bizi əslində daha fundamental bir suala gətirib çıxarır. Gəlin sonda NLP-nin əsl hədəfinin nə olduğuna və onunla bağlı bəzi yanlış anlamalara aydınlıq gətirək. Onu da açıq demək lazımdır ki, NLP hər kəs tərəfindən bir mənalı qarşılanmır. Bir tərəfdən ona heyran olanlar onu mükəmməlliyin psixologiyası, şəxsi inkişaf üçün inanılmaz bir vasitə adlandırır, digər tərəfdən isə tənqidçilər onun bəzən mürəkkəb və qorxuducu terminologiyasını, bəzən də manipulyasiya üçün istifadə olunma potensialını tənqid edirlər. Lakin əsas məqamı unutmayaq. Bu alətlərin əsl gücü kimisə idarə etməkdə və ya manipulyasiya etməkdə deyil, əsla. Əsl məqsəd insanların daxili xəritələrini anlamaq, onların dünyasına hörmətlə yanaşmaq və bu yolla daha dərin, daha səmimi və mənalı bir əlaqə qurmaqdır. Anlayış yaratmaqdır, nəzarət etmək yox. Elə isə bu söhbətin sonunda gəlin bir anlıq özümüzə baxaq və düşünək. Mənim avtomatik gündəlik ünsiyyət proqramım necə işləyir və əgər bu proqramı yenidən yazmaq, yeniləmək şansım olsaydı, dəyişəcəyim ilk şey nə olardı? Bəlkə də cavab daha yaxşı münasibətlərə və daha uğurlu bir həyata açılan qapıdır.